Ben Türk Respublikası için, Türk halkı için şehit olmaya hazırım. Bildiğiniz gibi 9 kat dünya şampiyonuyum, 3 kat Avrupa şampiyonuyum. Her bir dediğimiz söze Recep Tayyip Erdoğan'a öz minnettarımız bildirir ki Türk dünyasının, bütün Müslümanların xilaskarı olarak vatanımızı, devletimizi, ümürlükte Türk milletini, Türk Cumhuriyetini ayağa kaldırılması, Müslümanların xilaskarı olması bu her birimizə bir bəllidir. Əziz qardaşım, oxu, mən istərdim ki, büyündən sonra mən özüm zabitəm, özüm minbaşıyam. İstərdim ki, büyündən sonra Cənab Türk Respublikasının prezidentinə müraciət edirəm ki, Türk ordusuna məni qəbul etsin və mən öz müharibəmi, öz türkçülük müharibəmizi dünyada nümayiş etdirək. Harda Türk varsa orada qələbə var, harda Türk varsa orada həqiqət var, harda Türk varsa orada sevgi, məhəbbət var. Çünki bunlar bizim ürəyimizdən, atalarımızdan, babalarımızdan və kökümüzdən gələn bir nəfəsdir. Biz həmin bu nəfəsi hər zaman davam etdirməyə hazırıq və bu günlərdə biz istəmişik ki, yazdığımız məktub Türk Respublikasının prezidenti müraciət edirik və istəyirik ki, onu birbaşa oxusunlar və sizə təqdim edək və öz çağırışımızı gözləyirik ki, Türk torpaqlarında öz mübarizəmizi terrora qarşı aparmağa hər birimiz hazırıq. Biraz həyecanlı da olsan, bu mənim ürəyimdən doğan bir şeydir. Bütün sporçular və burada olan qazilərimiz biz olaraq, biz 5 nəfər, 10 nəfər deyilik, 10 min nəfərlərik. Biz hər zaman Qarabağ torpaqlarımızı da Türklərlə birlikdə eyni formada azad etməyə hazırıq və Türkiyə qarşı hər bir addım atılarsa bizə qarşı atılır. Biz Türkün əskəriyik, bir hər zamanda Türksün öz canımızı fəda etməyə hazırıq. Qoy yaşasın Azərbaycan, qoy yaşasın Türk Respublikası. Azerbaycan Türkiye! Azerbaycan Türkiye! Azerbaycan Türkiye! Azerbaycan Türkiye! Azerbaycan Türkiye! Azerbaycan Türkiye! Buyur kardeş, buyur. Sayın Müsteşarımız, Siz de hoş geldiniz. Beşten oku, beşten oku. Gel yakından çek, beşten oku. Beşten oku. Prezidenti olan Geç sonra, müraciətimizi oxuyardıq. Türkiye Cumhuriyetinin prezidenti Cənab Recep Tayyip Erdoğan'a ve Türk xalqına müraciət. Türkiye Cumhuriyetinin prezidenti Sayın Recep Tayyip Erdoğan ve Türk xalqı, biz idmançı 9 kat dünya, 3 kat Avropa çempionu Araz Musayev, Qarabağ qazisi İslam Əzimov, bir grup qaziler ve vətənseverler adından Suriye'de keçirilən sülh çeşməsi əməliyyatında terrorçulara karşı mübarizəni dəstəkləyərək Türkiye'nin Azerbaycan'daki fevkalade ve səlahiyyətli səfiri Cənab Erkan Özaral'ın elçiliği ile Türk ordusunun sıralarına koşulmak, vuruşmağa hazır olduğumuzu bildiririk. Büyük Türk oğulları Mustafa Kemal Atatürk ve ulu önderimiz Heydər Əliyevin davamçıları